Azərbaycanda vəziyyət çox gərgindir, olduqca gərgindir. Bu, İlham Əliyevin Azərbaycan xalqına qarşı saymazlığı, Azərbaycan xalqına qarşı bu cür münasibəti onun düşmənlərin də əlinə bir, necə deyərlər, silah verib və hal-hazırda ölkəmizin durumu həddən artıq gərgin bir durumdadır. Demək olar ki, ölkəmiz başsızdır. Başsız və İlham Əliyevdə olan baş varsa, demək ölkə başsızdır, dəyərli dostlar. O baş Azərbaycan xalqının xeyrinə işləmir, xeyrinə çalışdırmır İlham Əliyev başını. Və mən xalqımıza yeni ildə, yeni Novruz bayramının gəlişi münasibətlə yeni il gəlir. Yeni ildə xalqımıza bu münasibətlə ayağa durmalarını və nəhayətdə mübarizə qoşulmalarını təmanni edirəm, arzu edirəm və xalqımız mütləq ayağa qalxmalıdır, mütləq öz sözünü deməlidir. Çünki Azərbaycan idarə olunmaz bir haldadır.